Salam, hər vaxtınız xeyir olsun. Bugün böyük, çox asan hazırlanan meyvəli tort tadında piroq resepti bölüşürəm. Qaba 6 ədəd yumurta, 2 stəkan şəkər tozu əlavə edib köpürüb ağarana qədər qarışdırıram. Üzərinə 250 ml süt, 200 qram əridilmiş kərə yağı əlavə edib bunları da həll olana qədər qarışdırıram. Daha sonra üzərinə 4 stəkan un, 1 paket kabartma tozu, 1 paket vanilin əlavə edib ərzaqlar birləşənə qədər qarışdırıram. Piroqun xəmiri hazırdır. Bu qatılıqda hazır olduqdan sonra içərisinə doğranılmış çiyələk əlavə edib qarışdırıb kənara qoyuram. Digər tərəfdə çiyələyi 2 hissəyə ayırıram. Bişirəcəyim soba listini yağlayıb unlamışam. Xəmiri soba listinə əlavə edirəm. Üzərinə də öncədən hazırladığım çiyələyi düzürəm. Üzəri üçün umaç hazırlayıram. 1 stəkan unun üzərinə kərə yağı əlavə edib umac edirəm. Umaç da hazır olduqdan sonra piroqun üzərinə səpirəm. Umacı da piroqun üzərinə səpdikdən sonra öncədən isitdiyim 180 dərəcəlik sobada 30 dəqiqə bişirirəm. Piroq bişdi, artıq hazırdır. Soyduqdan sonra dilimlərə ayırıram. Çox asan hazırlanan, çox dadlı tort tadında piroq alınır. Hazırlayıb yoxlayın. Çayın yanına bundan asan, bundan dadlı daha nə olsun.